Ağcabədi rayonunda Konstitusiya və Suverenlik ili çərçivəsində silsilə tədbirlər davam edir. Növbəti tədbir Hindar qəsəbə 3 nömrəli ümumi orta məktəbində 8 noyabr Zəfər günü ilə əlaqədar təşkil edilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb, vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra məktəbin direktoru Kəmalə Zeynalova çıxış edərək xalqımızın vətən müharibəsində qazandığı tarixi qələbədən danışıb. O, bu zəfərin dövlət, xalq və ordu birliyinin nəticəsi olduğunu qeyd edərək bildirib ki, bu qələbə əbədi və qürurvericidir. Tədbirdə 8 noyabr Zəfər gününə həsr olunmuş film nümayiş olunub. Ardınca məktəbin şagirdlərinin ifasında vətənpərvərlik ruhunda rəqs nömrələri və səhnəciklər təqdim edilib. Eyni zamanda şagirdlər ədəbi bədii kompozisiyalarla çıxış edərək zəfər ruhunu bir daha yaşadıblar. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.